Qoç. Bugün enerjin yüksektir ve daxili motivasiyan səni hərəkətə keçirir. İş həyatında uzun zamandır düşündüyün bir plan reallaşmağa bir addım yaxınlaşa bilər. Pul mövzusunda riskli qərarlardan uzaq durmaq ağıllı olar. Gözlənilməz xərclər səni biraz gərgin edə bilər. Ancaq düzgün planlama ilə bu vəziyyəti rahatlıqla idarə edəcəksən. Karyerada rəhbər şəxslərlə ünsiyyət ön plandadır. Sözlərinə diqqət etsən böyük fürsət qazana bilərsən. Sevgi həyatında isə duyğuların qarışıq ola bilər. Sevdiyin insan səndən daha çox diqqət gözləyir. Subay qoçlar üçün ani tanışlıq ehtimalı var, keçmişdən gələn bir mesaj səni düşündürə bilər. Qərar verməzdən əvvəl hisslərini analiz et. Gün ərzində səbirli olmaq sənə xeyir gətirəcək. Ailə içində kiçik fikir ayrılığı yaşana bilər. Ancaq sakit yanaşma ilə hər şey yoluna düşəcək. Axşam saatları romantik təsirlərlə doludur. Özünə vaxt ayırmaq ruhunu rahatladacaq. Buğa. 25 yanvar buğalar üçün maliyyə baxımından diqqətli olmağı tələb edir. Gəlir və xərclər arasında balans qurmaq vacibdir. İş yerində məsuliyyətlərin arta bilər. Bu səni yorsa da gələcək üçün möhkəm təməl yaradır. Rəhbərlik sənin zəhmətini görür, sadəcə səbirli ol. Pul ilə bağlı gecikmiş bir ödəniş gündəmə gələ bilər. Panikaya düşmədən plan qurmalısan. Sevgi həyatında isə sabitlik axtarışındasan. Münasibətdə olan buğalar üçün ciddi söhbətlər ola bilər. Bu söhbətlər əlaqəni ya gücləndirəcək, ya da həqiqətləri ortaya çıxaracaq. Subay buğalar üçün keçmiş sevgilinin yenidən ortaya çıxması mümkündür. Qərar səndir, amma tələsmə. Daxili səsin bugün çox güclüdür. Ailə üzvləri ilə maddi mövzularda müzakirə ola bilər. Sakit qalmaq ən doğru addımdır. Axşam saatları emosional rahatlama gətirir. Özünə kiçik bir hədiyyə almaq motivasiyanı artıracaq. Sağlamlığına diqqət yetirməlisən. Əkizlər. Bugün əkizlər üçün ünsiyyət və xəbərlər ön plandadır. İş həyatında vacib bir telefon zəngi ala bilərsən. Bu zəng karyeranla bağlı yeni istiqamət aça bilər. Pul mövzusunda isə xırda, amma sevindirici gəlir görünür. Planlaşdırılmamış alış-verişdən uzaq dur. Əks halda büdcən sarsıla bilər. Rəhbərlərlə danışıqlarda açıq və dürüst olmalısan. Sözlərin təsir gücü bugün çox yüksəkdir. Sevgi həyatında isə sürprizlər var, sevdiyin insan sənə gözləmədiyin bir jest edə bilər. Subay əkizlər üçün flört dolu bir gün olacaq. Ancaq eyni anda bir neçə seçim arasında qala bilərsən. Qərarsızlıq səni yoracaq. Keçmiş münasibətlə bağlı xatirələr yenidən canlana bilər. Özünü günahlandırma, bu sadəcə dərs idi. Ailə içində xoş söhbətlər əhvalını yüksəldəcək. Axşam saatları sosial fəaliyyət üçün uyğundur. Dostlarla görüş sənə yaxşı təsir edəcək. Xərçəng. 25 yanvar xərçənglər üçün emosional baxımdan dərin bir gündür. İş həyatında məsuliyyət hissin daha da artır. Sənə güvənən insanlar çoxdur. Pul mövzusunda qənaətcil davranmaq məsləhətdir. Gözlənilməz xərclər səni sıxa bilər. Ancaq ailənin dəstəyi ilə hər şey yoluna düşəcək. Karyerada sakit, amma möhkəm addımlar atırsan. Bugün diqqətdən kənarda qalan bir detal ön plana çıxa bilər. Sevgi həyatında isə hisslər daha da dərinləşir. Münasibətdə olan xərçənglər üçün romantik anlar mümkündür. Sevdiyin insanla gələcək planları müzakirə edə bilərsən. Subay xərçənglər üçün yeni tanışlıq ehtimalı yüksəkdir. Bu tanışlıq emosional bağ yarada bilər. Keçmiş incikliklər yenidən xatırlana bilər. Bağışlamaq səni yüngülləşdirəcək. Ailə içində xoş xəbərlər ola bilər. Ev ilə bağlı planlar gündəmə gələ bilər. Axşam saatları dinclik gətirir. Özünə vaxt ayırmaq ruhunu qidalandıracaq. Şir. Bugün şirlər üçün diqqət mərkəzində olmaq qaçılmazdır. İş həyatında liderlik xüsusiyyətlərin ön plana çıxır. Rəhbərlik sənin qərarlarına güvənir. Pul mövzusunda yeni qazanc imkanları görünür. Ancaq tələskənlik etmək risklidir. Hər təklifi dərindən analiz et.
Karyerada böyük bir addımın astanasında ola bilərsən. Səbirli olsan, nəticə möhtəşəm olacaq. Sevgi həyatında isə ehtiras yüksəkdir. Sevdiyin insanla aranızda güclü enerji var, kiçik qısqanclıq mövzuları gündəmə gələ bilər. Açıq ünsiyyət problemi həll edəcək. Subay şirlər üçün cazibə gücü zirvədədir. Yeni tanışlıqlar səni sevindirəcək. Keçmiş münasibətlə bağlı qərar verməli ola bilərsən. Duyğularınla məntiqini balanslaşdır. Ailə içində sözlərin təsiri böyükdür. Dediklərinə diqqət et. Axşam saatları əyləncə üçün uyğundur. Dostlarla vaxt keçirmək motivasiyanı artıracaq. Maddi mövzuda borc almaq üçün uyğun gün deyil. Öz gücünə inan. Qız. 25 yanvar qızlar üçün planlama və nizam günüdür. İş həyatında detallara diqqətin sənə üstünlük qazandırır. Uzun zamandır gözlədiyin bir məsələ həllini tapa bilər. Pul mövzusunda balans yaratmaq önəmlidir. Xırda xərclər yığılıb böyük məbləğə çevrilə bilər. Büdcəni yenidən gözdən keçirmək faydalıdır. Karyerada məsuliyyətlərin artması mümkündür. Ancaq bunun qarşılığını mütləq alacaqsan. Sevgi həyatında isə analiz etməyi biraz azaltmalısan. Hər şeyi ölçüb biçmək münasibəti yorur. Sevdiyin insan səndən daha çox səmimiyyət gözləyir. Subay qızlar üçün iş mühitində tanışlıq ehtimalı var, bu tanışlıq yavaş-yavaş inkişaf edəcək. Keçmişdən gələn bir mövzu yenidən gündəmə gələ bilər. Dərsini almısansa narahat olma. Ailə ilə bağlı məsuliyyətlər arta bilər. Sən hər şeyin öhdəsindən gələcəksən. Axşam saatları sakitlik gətirir. Kitab oxumaq və ya musiqi dinləmək yaxşı təsir edəcək. Tərəzi. Bugün tərəzilər üçün tarazlıq mövzusu ön plandadır. İş və şəxsi həyat arasında balans qurmaq çətin ola bilər. Karyerada əməkdaşlıq təklifləri gündəmə gələ bilər. Düzgün tərəfdaş seçimi uğur gətirəcək. Pul mövzusunda isə gözlənilməz gəlir mümkündür. Ancaq bu pulu dərhal xərcləməyə tələsmə. Gələcək üçün saxlamaq ağıllı olar. Rəhbərlərlə münasibətlərdə diplomatik davranışın faydasını görəcəksən. Sevgi həyatında isə qərar vermək zamanı gəlib. Münasibətdə olan tərəzilər üçün ciddi addımlar gündəmə gələ bilər. Evlilik və ya birlikdə yaşamaq mövzusu açıla bilər. Subay tərəzilər üçün romantik tanışlıq ehtimalı yüksəkdir. Bu tanışlıq sənə güvən hissi verəcək. Keçmiş münasibətin kölgəsi hələ tam getməyib. Ancaq gələcəyə fokuslanmaq vaxtıdır. Ailə içində xoş mühit hakim olacaq. Sosial dəvətlər arta bilər. Axşam saatları estetik fəaliyyətlər üçün uyğundur. Əqrəb. 25 yanvar əqrəblər üçün güclü intuisiya günüdür. İş həyatında gizli qalan bir məsələ üzə çıxa bilər. Bu məlumat sənə üstünlük qazandıracaq. Pul mövzusunda strateji düşünmək vacibdir. Riskli yatırımlardan uzaq durmaq məsləhətdir. Karyerada səbrlə irəliləmək sənə uzun müddətli uğur gətirəcək. Rəhbərlərlə münasibətlərdə güc mübarizəsindən qaç. Sevgi həyatında isə ehtiras və qısqanclıq mövzuları gündəmə gələ bilər. Sevdiyin insanla açıq danışmaq hər şeyi həll edəcək. Subay əqrəblər üçün güclü cazibə dövrüdür. Yeni tanışlıq dərin emosiyalar yarada bilər. Ancaq hər sirrini dərhal paylaşma. Keçmişdə yaşanan xəyal qırıqlığı yenidən xatırlana bilər. Bu dəfə daha güclüsən. Ailə içində dəstək görəcəksən. Maddi mövzuda ortaq iş təklifi gələ bilər. Hər detalı araşdırmadan razılaşma. Axşam saatları sakitləşdirici təsir edir. Ox atan. Bugün ox atanlar üçün hərəkət və yenilik günüdür. İş həyatında yeni ideyalar ön plana çıxır. Bu ideyalar gələcəkdə böyük qazanc gətirə bilər. Pul mövzusunda isə xərclərə nəzarət vacibdir. Səyahət və ya təhsil ilə bağlı xərclər gündəmə gələ bilər. Karyerada beynəlxalq əlaqələr ön plana çıxa bilər. Yeni təkliflər səni həyəcanlandıracaq. Ancaq hər təklifi dərhal qəbul etmə. Sevgi həyatında isə azadlıq ehtiyacı artıb. Münasibətdə olan ox atanlar üçün açıq söhbət vacibdir.
Sevdiyin insan sənin planlarını bilmək istəyir. Subay ox atanlar üçün uzaq məsafəli tanışlıq mümkündür. Bu tanışlıq fərqli baxış bucağı qazandıracaq. Keçmişdən gələn bir mövzu yenidən gündəmə gələ bilər. Bu dəfə eyni səhvi təkrarlama. Ailə ilə bağlı sevindirici xəbər ola bilər. Axşam saatları enerjini yüksəldir. İdman və ya açıq hava sənə yaxşı təsir edəcək. Oğlaq. 25 yanvar oğlaqlar üçün məsuliyyət və nəticə günüdür. İş həyatında zəhmətinin qarşılığını almağa başlayırsan. Rəhbərlik sənin sədaqətini yüksək qiymətləndirir. Pul mövzusunda sabitlik ön plandadır. Ancaq gözlənilməz bir xərclə qarşılaşa bilərsən. Panikaya düşmədən plan qurmalısan. Karyerada yüksəliş üçün uyğun zamandır. Uzun müddətli hədəflərini yenidən nəzərdən keçir. Sevgi həyatında isə məsafə hissi yarana bilər. İş stressi münasibətə təsir edə bilər. Sevdiyin insanla açıq danışmaq bu məsafəni aradan qaldıracaq. Subay oğlaqlar üçün iş mühitində tanışlıq ehtimalı var. Bu tanışlıq yavaş, amma möhkəm inkişaf edəcək. Keçmiş münasibətin dərsləri bugün sənə yol göstərəcək. Ailə ilə bağlı məsuliyyətlər arta bilər. Sən bu yükü daşıya bilirsən. Axşam saatları sakitlik gətirir. Evdə vaxt keçirmək sənə yaxşı təsir edəcək. Dolça. Bugün dolçalar üçün fərqlilik və yaradıcılıq ön plandadır. İş həyatında qeyri-adi fikirlərin diqqət çəkir. Bu fikirlər sənə yeni imkanlar aça bilər. Pul mövzusunda isə qəfil gəlir ehtimalı var, ancaq bu gəliri düzgün yönləndirmək vacibdir. Karyerada texnologiya və yeniliklə bağlı mövzular gündəmə gələ bilər. Komanda işi sənə uğur gətirəcək. Sevgi həyatında isə sürprizlər var, sevdiyin insan gözləmədiyin bir etiraf edə bilər. Münasibətdə olan dolçalar üçün emosional yaxınlıq artır. Subay dolçalar üçün dost mühitində tanışlıq mümkündür. Bu tanışlıq zamanla dərinləşəcək. Keçmişdə yarımçıq qalan bir mövzu yenidən ortaya çıxa bilər. Bu dəfə fərqli yanaşacaqsan. Ailə içində azadlıq mövzuları müzakirə oluna bilər. Sakit izah hər şeyi həll edəcək. Axşam saatları sosial fəaliyyətlər üçün uyğundur. Dostlarla vaxt keçirmək enerjini yüksəldəcək. Maddi mövzuda ortaq layihə gündəmə gələ bilər. Balıq. 25 yanvar balıqlar üçün emosional dərinlik günüdür. İş həyatında yaradıcılığın ön plana çıxır. Sənə verilən tapşırığı fərqli şəkildə həll edə bilərsən. Pul mövzusunda isə diqqətli olmaq vacibdir. Gözlənilməz xərclər əhvalını poza bilər. Ancaq intuisiyan səni doğru qərara aparacaq. Karyerada səbirli davranmaq bugün çox önəmlidir. Hər şey dərhal olmasa da nəticə müsbət olacaq. Sevgi həyatında isə romantika zirvədədir. Sevdiyin insanla emosional bağın güclənir. Subay balıqlar üçün taleyüklü tanışlıq ehtimalı var. Bu tanışlıq səni dərindən təsirləndirə bilər. Keçmişdə yaşanan incikliklər yenidən xatırlana bilər. Bağışlamaq səni azad edəcək. Ailə içində anlayış və dəstək var, bu səni rahatladacaq. Axşam saatları xəyal qurmaq üçün uyğundur. Musiqi və sənət sənə yaxşı təsir edəcək. Maddi mövzuda impulsiv qərarlardan uzaq dur.